İran-İsrail gərginliyində dünyanı narahat edən digər məsələ radiasiya riskidir. İsrail İranın nüvə obyektlərini bombaladı. Bu isə bölgə üçün radiasiya təhlükəsi ehtimalı yaratdı. Bunu nəzərə alan Azərbaycanlı mütəxəssislər İranla sərhəd ərazilərdə tədqiqatlar da apardılar. Lakin heç bir radiasiya riski qeydə alınmadı. İTV Xəbər yekun bu riskin nə qədər olduğunu öyrənməyə çalışdı. Akademik Adil Qəribova müraciət etdik. Alim hesab edir ki, hazırki durumda heç bir risk yoxdur. Lakin İsrail İranın bu şehir nüvə obyektini vursa, bu bölgə ölkələri, o cümlədən Azərbaycan üçün radiasiya təhlükəsi yarada bilər. İran-İsrail müharibəsinin yarada biləcəyi radiasiya risklərindən danışırıq. Bura İsfahan, vurulan obyekt isə Natanz nüvə kompleksidir. İsrailin İrana zərbələri nəticəsində obyektin məhv edildiyi deyilir. Bu obyekt İranın nüvə proqramının simvolu hesab edilir. Strateji əhəmiyyətinə görə də İsrail ilk olaraq buranı hədəf aldı. İranın nüvə obyektlərinə zərbələrdən sonra bölgə üçün radiasiya təhlükəsi varmı sualı meydana gəldi. Əvvəlcə bu suala cavab tapaq ki, İsrail İranın nüvə obyektlərini məhv etmək üçün mütləq zərbələr endirməli idimi? Nüvə obyektlərini zərərsizləşdirmək üçün başqa imkanlar varmı? Bizim regionlar üçün, qonşu dövlətlər üçün əsas təhlükə mənbəyi bu şehirdir. Narazılığımız ondadır ki, energetik nüvə reaktoruna bu həmlə olmasın. Əgər energetik nüvə reaktoruna olası olsa, burada küllü miqdarda nüvə yanacağı var və burada parçalanma prosesi gedir. Parçalanma məhsullarının da çoxsu bu təsirsiz qazlar atmosferdə çox asanlıqla yer dəyişə bilər və onlar Azərbaycana da, qonşu ölkələrə də, hər tərəfdə olan yaxın ölkələrin hamısı üçün radioaktiv çirklənmə təhlükəsi yarada bilər. İranın qonşularından biri də Azərbaycanda. Bu səbəbdən radiasiya təhlükəsinin ölkəm içində olması ehtimalı var idi. Azərbaycanlı mütəxəssislər bu ehtimalı qiymətləndirmək üçün İranla sərhəd bölgələrdə monitorinqlər apardı. Lakin araşdırma nəticəsində radiasiya təhlükəsinin olmadığı müəyyənləşdi. Mütəxəssislər hesab edir ki, İranın nüvə obyektlərinin bombalanmasının ətraf ölkələrə radiasiya təhlükəsi yaratması ehtimalı çox azdır. Uran Flor 4 ən ağır qaz. Təqribən onun molekul çəkisi gəlir 280-ə yaxındır. 280-ə, 270-ə, 280-ə yaxın olan bir qaz maksimum uça bildiyi məsafə kilometrlərlə ölçülə bilər. Yəni çox elə böyük məsafələrə gedə bilməz. Ona görə də sentrifuqaları, vurulmuş sentrifuqaların ətraf mühitə, yəni ətraf mühitə deyəndə yalnız lokal mühitə ziyanı ola bilər. Belə uzaq məsafədə olan dövlətlərə, Azərbaycana və digər Türkiyə və digər qardaş ölkələrə belə təhlükəsi görünmür.